Azərbaycanda PUBG və Roblox qadağan olunur. Yoxsa bu sadəcə şayədir? Gəlin birlikdə baxaq. PUBG və Roblox bildiyimiz kimi də dünyada ən çox oynanılan oyunlardan biridir. Bəs nəyə görə Azərbaycanda qadağan olunur? Keçən həftələrdə İdrak liseyində baş verən hadisəni əsas səbəb kimi göstərirlər. Mövzu biraz qarışıqdır. Ona görə gəlin sakit-sakit faktlarla baxaq. Hamımız bilirik ki, PUBG və Roblox xüsusilə uşaqlar və gənclər arasında çox məşhurdur. Amma son vaxtlar bu oyunların zərərli təsirləri barədə müzakirələr artıb və hətta bəziləri deyir ki, bu oyunlar tamamilə qadağan olunmalıdır. Qısa desək, PUBG atışma janrında onlayn oyundur. Roblox isə həm oyun oynadığın, həm də oyun yarada bildiyin bir platformadır. Yəni biri daha çox aksiyon, digəri isə daha çox uşaqlara yönəlmiş kimi görünür. Amma hər ikisi internet üzərindən oynanılan onlayn oyundur. Bəs niyə bu mövzu gündəmə gəlib? Əsas səbəblər nələrdir? Birincisi, uşaqların bu oyunlara həddindən artıq vaxt sərf etməsi, ikincisi bəzi oyunlarda zorakılıq elementlərinin olması, üçüncüsü isə valideyn nəzarətinin zəif olması və uşaqların uyğun olmayan kontentlə qarşılaşa bilməsi. Burada arqumentləri iki qrupa bölə bilərik. Qadağan edilməsini istəyənlər və qadağan olunmasını istəməyənlər. Qadağan edilməsini istəyənlərin arqumenti bu yönümdədir ki, uşaqların psixologiyasına pis təsir edir, onları dərsdən yayındırır, aqressiyanı artırır və asılılıq yaradır. Onların fikrincə ən asan yol bu cür platformaları ümumiyyətlə məhdudlaşdırmaq və qadağan etməkdir. Digər tərəf isə deyir ki, problem oyunda yox, nəzarətsiz istifadədədir. Yəni valideyn nəzarəti olsa, yaş limiti düzgün tətbiq olunsa, problem xeyli azalır. Üstəlik tam qadağa adətən uşaqların daha da marağına səbəb olur. Mənim şəxsi fikrimə gəldiyimiz zaman isə tam qadağa həmişə ən yaxşı həll olmur. Daha düzgün yol valideynlərin uşaqlarla maraqlanması, vaxt limiti qoyması və nə oynadıqlarını bilməsi bəlkə də ən gözəl çözüm olar. Oyun öz-özlüyündə pis deyil. Bir sıra ölkələrdə uşaqların inkişafı üçün oyunlardan da istifadə edilir. Azərbaycanda düşünürəm ki, əsas məsələ maarifləndirməkdir. Uşaqlara və valideynlərə izah etmək lazımdır ki, oyun nədir, nə qədər oynamaq olar və nə vaxt dayanmaq lazımdır. Ümumilikdə sual bundan ibarətdir ki, qadağa həll yoludur, yoxsa düzgün nəzarət? Məncə bu mövzu hələ çox müzakirə olunacaq. İndi söz sizdədir. Səncə PUBG və Roblox Azərbaycanda qadağan edilməlidir, yoxsa yox? Fikrini şərhlərə yaz.